Efirlərin birində qonaq olan müğənni Bətura Hüseynovanın başına iş gəlib ki, Sahil xəbər verir ki, canlı efirə göndərilən foto onu əsəbləşdirib özündən çıxarıb. Belə ki, sənətçinin televiziya üçün uyğunsuz şəkli verilişin sosial şəbəkə hesabına göndərilib. Bətura Hüseynovanı çimərlik geyimində illər öncə evdə çəkdirdiyi fotosu ilə naməlum şəxs şantaj etmək istəyib və iddia irəli sürüb. Əsəbləşən müğənni studiyanı tərk edib. Daha sonra aparıcının xahişi ilə ifaçı proqrama qayıdıb. Onu qələt elib yazıb. Başında daşa döyüb yazıb. Hər kəs həddini bilsin, yerini bilsin. Mən o qədər çaşmamışam ki, nəsə bir anormal bir şeylər yaşayım, onu paylaşım. Mən heç o vaxt 12 yaşımdan bu şəhərdə böyüyürəm, özüm öz ayağımın üzərində duran bir qız olmuşam. Özümü tərbiyə edərək böyümüşəm. Nə əziyyətlər çəkmişəm. Bülbül adına məktəbdə, konservatoriya ki, biz müharibə dönəmində oxumuşuq. Mən elə bir həyat tərzi qurmamışam ki, hansısa özünü bilməyən birisi mənim şəxsi evimdə olan bir şəkili bu şəkildə paylaşsın. Həddini bilsin, yerini bilsin. Kimdir o? Allah'ın olsun bilmirəm. Yox, şəkilməsin orada. Bətura xanım. Yəni kim göndərib, onu bilmirəm. Bətura xanım, bir sual vermək Buyurun. istəyirəm. Qısa istəyirəm məlumat verəsiniz. Buyurun. Bilirəm, istəməzsiniz bu haqda çox danışaq. O Yox, bütün auram getdi, bütün enerjim düşdü mənim. Başa düşürəm. Bu nədir ki? Yox, bunu nə məqsədlə belə ola bilər ki? Qalxar onun bunun əlinə düşər, buradan söyləyirəm. Bir nəfər də daha görməyəcəm, görərsən başqa cür, mən hüquqi yollara başvuraram. Yəni mən oramı buram. Dəniz geyimidir bu. Bəli. Bunu bu qədər böyütmək, bu qədər pis bir hala gətirmək, mənim ailəm baxır, uşağım baxır, yoldaşım baxır, mənim bu qədər sevənlərim baxır, bacım, qardaşım baxır. Bu nədir belə? Ayıb olsun. Bu nədir belə? Yəni, bilirsiniz nətər, mənim bir sözüm var. Bir insan deyir, bir cümlə yazdın ora. Bəli. Bir cümlədə özünü ifadə eləyərsən sən. Bəli. Və sən qurduğun cümlə qədərsən. Mənə görə sən eləsən, yəni qurduğun cümlə qədər. O sən indi orada nəsə yazırsan, bax sən qurduğun cümlə qədərsən. Bətura xanım, bircə onu deyək ki, şəkili çəkən sizin... Baldızım, öz baldızım. Baldızıdır, bəli. Baldızım evimizin içində olan bir şəkildir bu. Bir də, üzr istəyirəm. Mənim şəkillərim burada yoxdur. Hətta mən doğum etdikdən sonra da mən qaynanamın 40'ını qaynanamın evində keçirdim. Bəli. Orada belə başqa şəkillərimiz var ailə üçün. Yəni baxın o vitrin, o şey hamısı yəni evin içindədir. Onda biz Bətura xanım istəmirəm bu mövzunu Çox xahiş edirəm. Valla bəziləri o deyir, reyting xatirinə bunu da edirsiniz, bunu da edirsiniz. Heç bir şey etmək istəmirəm. Bu mövzuda danışmaq, bu mövzuda müzakirə etmək, hətta heç bir sual belə istəmirəm artıq Bətura xanıma vermək.